əgər alçıpan düzdürsə, niyə astar çəkəsən də, niyə astar yazsan? Orada bəzi ustalar yazır ki, bəs üzük qopur, köpür, emulsiyadan sonra tökülür, yəni yaxşı tutmur da, belə. Ümumiyyətlə, astar nahamar səthi hamar eləməkdən ötürüdür. Əgər bu düzdürsə, buna nə ehtiyac var da, yəni astarlığına? Ona görə belə bir eksperiment eləmişdik ki, bir tərəfə üzdük çəkmişik, bir tərəfə astar çəkmişik. İndi baxaq görək hansı tez qopacaq. Bu üzdüydü, bu da qopdu. Bu da astar. Yəni qardaş, bundan, yəni bu videodan məlum olur ki, astarın da, üzdüyün də, yəni alçıpanı tutmaq keyfiyyəti demək olar ki, eynidir. Astar niyə qurmuruq? Çünki astar daha çox nəm qalır. Görürsən, hələ də qoyuram, soyuqdur da bu. Bu amma istidir. Yəni, astar daha çox nəm saxlayır. Bu da alçıpana ziyandır da. Əyilməyinə, qopmağına, yəni daha çox belə də ziyandır. Yəni, əgər düzdürsə, üzdüyü vurun, gedin. Bu qaydada. Əyrildirsə, astarla düzəldir da. Çox əyrildirsə, sökün, yenidən tikin, yenidən düzəldir. Çox sağ olun. Sağ ol.